Deməli, elektromaqnit dalğaları. Əvvəlcə gəlin dalğa parametrlərindən baxaq. Dalğanın yayılan zaman dalğanın nə olur? Uzunluğu olur, periodu olur, sürəti olur. İndi siz bilirsiniz ki, S bərabərdir V vurulsun T deyə bir düsturumuz var. Biz dalğanın getdiyi yolu lambdan aşağı edirik. Bu hərflə də lambdadır. Dalğa uzunluğunu göstərir. Lambda dalğa uzunluğudur. Dalğa uzunluğu. V burada dalğanın sürətidir. T isə burada dalğanın yayılma periodudur. Hər bir dalğanın öz periodu olur. Və biz buradan V-ni tapa bilərik. V bərabərdir lambda bölünsün T və yaxud da lambda nyu şəklində ifadə olunur. Uşaqlar, elektromaqnit dalğaları vakuumda işıq sürətinə yaxın sürətlə fırlanır. Yəni bilirsiniz ki, işıq sürəti 3,8 metr bölək saniyədir. Yəni bu sürətlə yayılırlar. Elektromaqnit dalğaların yayılma sürəti budur vakuumda. İndi biz bunu S ilə ifadə eləsək, onda lambda bərabərdir. V-miz artıq oldu S, S vurulsun T və buradan yəni S-ni tapanda olacaq lambda vurulsun nü. Aydın oldu. İndi sənin elektromaqnit dalğasını yaratmağın üçün şərtlər lazımdır. Bu şərtlər nələrdir? Birincisi səndə mənbə olmalıdır. Mənbə də yəni yüklü zərrəcik olmalıdır, mütləq. Yüklü zərrəciyin olmalıdır. İkinci hal isə yüklü zərrəcik təcilli hərəkət eləməlidir. İndi gəlin burada bəzi nümunələrə baxaq uşaqlar. Bəzi nümunələrə biz burada baxaq. Deyir ki, elektromaqnit dalğası nə zaman yaranır, nə zaman yaranmaz. Deyir, elektron düz xəttli bərabər sürətlə hərəkət eləyir. Baxıram ki, elektron yüklü zərrəcikdir. Qabağına plus qoydum. Deyir, düz xəttli bərabər sürətlə hərəkət eləyir. Amma mənə şərt də deyir ki, təcilli hərəkət eləsin. Deməli, burada buna minus qoyuram. Yəni, birinci alınmaz. Yəni, burada elektromaqnit dalğası yaranmaz. Keçirəm, ikinci başlığa baxıram. Görürəm, yazılıb ki, proton bərabər yavaşlayan hərəkət eləyir. Proton yüklü zərrəcikdir. Bərabər yavaşlayan hərəkəti isə təcillidir. Hər iki şərti dediyinə görə ikincini götürürük ki, burada yaranar. Neytron bərabər yeyinləşən gedir. Bəzən uşaqlar bunu çaşırırlar, plus qoyurlar. Olmaz. Təcilli hərəkətdir, bəli, amma neytron yüksüzdür uşaqlar. Neytral hissəcikdir. Neytron yükü yoxdur. Yüksüz olduğuna görə artıq birinci şərti nə edə bilmir? Ödəyə bilmir. Deməli, buna da X qoyuruq, ödəmir. Gəlirəm dördüncüyə baxıram. Deyir ki, elektron çevrə üzrə bərabər sürətlə hərəkət edir. Bunu bəzən uşaqlar götürürlər ki, səhvdir. Xeyr, bu düzgündür. Elektron yüklü zərrəcikdir. Sual verə bilərsiniz ki, ay müəllim, axı burada söhbət bərabər sürətdir. Necə yəni biz buna plus qoyuruq? Çünki hərəkət əyri xəttlidir. Əyri xəttli hərəkətdə sizdə təcil yaranırdı. Aydın oldu. Çünki çevrə üzrə hərəkətdə biz nə demişdik? Sürətin qiymətinin modulu sabit qalır. Amma istiqaməti dəyişilir. Məsəl üçün, burada bu istiqamətdə olur, bu nöqtədə bu istiqamətdə olur. Ona görə də burada bir təcil meydana gəlir. İstiqamət dəyişdiyinə görə. Deməli, təcilli hərəkətdir. Bunu da qabağına plus qoyduq. Yaranar 2 ilə 4-də, amma yaranmaz 1 ilə 3-də. Aydın oldu. Bura qədər sual var. Və uşaqlar, bu dalğalar yayıldığı zaman təbii ki, yüklü zərrəcikdir və təcilli hərəkət eləyir. Bunları yaydığı dalğalar Y və B vektorlarla xarakterizə olunur. Müəllim, nə deməkdir bu Y ilə B? Y elektrik sahəsinin intensivliyidir. B də maqnit sahəsinin intensivliyi vektorudur. Aydın oldu? Yəni bunlar bir-birinə perpendikulyar şəkildə yayılırlar. S-də sürətdir. Yəni dalğanın yayılma istiqamətində, məsəl üçün dalğanın yayılma istiqaməti belə olsun. Bu olsun Y-nin rəqsləri. Bax, bu Y-dir. Uşaqlar gördünüz? Bunlar Y-lərdir. Bu S-dir, yayılma istiqaməti, yəni sürət istiqamətini göstəririk. B-lər də bax, belə bu istiqamətdə olur, bax. Yəni, bizim belə deyək, B-yə perpendikulyar şəkildə yayılırlar. İndi düzdür, burada şəkil biraz pis alındı, amma sizə göndərdiyim PDF-də orada nümunədə gözəl bir şəkildə göstərilib. Bu dərsin birinci hissəsi. Y və B vektorları fəzada yayılır, amma bir şərtdən yayılırlar ki, mütləq bir-birinə perpendikulyar yönəlməlidirlər.
Aydın oldu? Yəni bunlar fəzada dalğalar yaratırlar. Hələ bunların yaratdığı dalğaya da elektromaqnit dalğaları deyirik. İndi birazdan onun növlərinə də tanış olacağıq.